Deputat Razi Nurullayevin yataqda etdiyi idman hərəkətlərini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşım qısa zamanda yayılıb və istifadəçilər arasında fərqli rəylər doğurub. Bəziləri bunu sağlam həyat tərzinin təbliği kimi qiymətləndirsə də, digərləri görüntüləri tənqid edib. Hər gün tezdən duranda ən azı 20 dəqiqə belə uzanıram. Bunu keçirirəm ayağıma belə. Tuturam, bax bunu əlimdən belə başımın altına qoyuram. Bax bu mənim hər gün etdiyim hərəkətlərdir. Dalınca bax budur. Budur. O bir ayağıma da eyni ilə edəndən sonra hər iki ayağımı belə qaldırıb bax bu şəkildə